gizdin qulaq asırdın Mika? Tuttum Mika şəlalə səsliyə qulaq asır. Başım gəlmir. Belə də niyə gizdin qulaq asasınız ki? Məncə çox gözəl tembri var. Mən məsələn bəyənirəm. Özdə mən sən bir şey deyim Mika. Kopya Xumar Qədimovan səs tembrinə oxşuyur. Gələcəyəm. O vaxtın o səs tembrindən birə-bir eynidir. Məncə üzərində işləsə bir gözəl yerlərə gələr. Şəlalə səsli, çox qəşəngdir. İnan başımdan attım, ay Şəlalə xanım. Ay müğənnilər, gözəl sənət yoldaşlarım. Bu TikTok'da trend olan mahnıları, bəyəndiyiniz mahnıları oxumağı məndən öyrənmişsiniz. Təbrik eləyirəm, yaxşı taktikadır. Götürün, oxuyun. Amma ortada bir dənə fərq var. Mən oxuyanda heç kimin mahnısını sildirmirdim. Onların da mahnıları YouTube'da olurdu. Mən də oxuyurdum. Öz sevdiyim üçün qoyurdum mahnıları ora. Ədalət, haqq, kim tərəfdədir, xalq kimi sevir onu dinləyir. Yoxsa siz hamının mahnısını sildirirsiniz, bir öz mahnınızı saxlayırsınız YouTube'da. Başqasının da səsində eşidən məcburdur adı yazanda sizin mahnı çıxır. Olmaz, eləməyin. Heç kimin haqqına girməyin. Bəs haqqa girdiyiniz üçün o qədər illərdir sürüm sürünürsünüz. Bəsdir də. Doğrudan olması. Vallahi olmaz. Cəmaatın təzə başlayan müğənnilər niyə sildirirsiniz onların mahnılarını?